Bugün sizə qısa olaraq elektro və yaxud fotooftalmiya haqqında məlumat vermək istəyirəm. Bildiyimiz kimi ətraf mühitdən aldığımız işıqlar gözün ön səthinə düşür və gözün optik mühitləri tərəfindən mənimsədilir, göz dibinə ötürülür və göz dibində ötürülmüş şüalar sinir siqnallarına çevrilib, görməmizi təmin edən retinanın fotoreseptorlar tərəfindən qəbul olunub, mürəkkəb mexanizmlə sinir siqnallarına ötürülür, oradan da görmə siniri ilə beyinə keçir və görmə haqqında informasiya əldə edirik. Bu proses zamanı ətraf mühitdən düşən lazımlı, ziyanlı, zərərsiz bütün şüalar gözün ön səthinə düşür və məhz buna görə də ətraf mühitdən aldığımız zərərli şüalar, zərərli işıqlar gözün ön səthinə düşür. Gözün ön səthindən optik mühitlərdə keçərək göz dibinə ötürülür. Unikal yaradılmış gözümüzdə ön səthində olan optik mühitin ən başlanğıc hissəsinin buynuz qişa, ondan sonraki hissə təşkil olunur billurumuz. Bunlar ultrabənövşə şüalara yan etkilərini qoruyub, onları bloklayıb, sonra göz dibinə götürmək funksiyası, ötürmək kimi funksiyası var. Məhz buna görə ətraf mühitdə görsənən, görsənməyən zərərli və zərərsiz işıq və yaxud şüaların düşdüyü bu şüalar göz dibimizə zərərli təsiri olmur. Ətraf mühitdən alınan şüalar optik mühitlər tərəfindən zərərsizləşdirilib göz dibinə ötürülür. Hər hansı bir səbəbdə bu proses pozulduqda gözün ön səthindən tutmuş göz dibinin zədələnməsi kimi hallara rastlaşırıq. Bu vəziyyət elektrooftalmiya və yaxud da fotooftalmiya kimi adlandırılır. Konkret qrup insanlarda daha çox rast gəlinir. Gözün ön səthinin zədələnməsi halları daha üstünlük təşkil edir. Çox az halda, nadir hallarda göz dibi zədələnə bilir. Bu vəziyyətdən və şüanın spektrından asılı olaraq dəyişilir. Ultrabənövşə şüaları uzun müddət və geniş spektrli uzun müddət fasiləsiz gözə təsir etdikdə gözün ön səthini qıcıqlandırır. Buynuz qişa, gözün ön səthinin toxumaları zədələnir və daha uzun müddət və dərin qatları keçdikdə isə göz dibinə təsir edir və görməmizi zədələyə bilir. Ən çox rast gəlinən pasientlər arasında elektrooftalmiya daha çox rast gəlir. Qaynaq işçilərində, bunlar qoruyucu eynək taxılmadıqda baş verir. Rentgen şüaları ilə işləyən uzun müddət fasiləsiz şüalanma nəticəsində, elektromaqnetik şüaların nəticəsində daha çox rast gəlinir. Geniş ultrafiolet şüalarla, spektri geniş olan dalğalarla gözün ön səthi fasiləsiz şüalandıqda, yəni bu sirk, kinoteatr, studiyalarda istifadə olunan böyük projektorların təsiri nəticəsində də elektrooftalmiya halları rast gələ bilir. Tibbi sahədə isə elektrooftalmiya, fotooftalmiya, solyari, müxtəlif dalğa uzunluğu lazer istifadəçiləri zamanı ağırlaşma kimi ortaya çıxa bilər. Baktericid təsirli olan lampaların uzun müddət təsiri vaxtı ortaya çıxa bilir. Rentgen şüaları, radioaktiv maddələrlə şüalanan zamanı elektromaqnet şüaları gözün ön səthinə fasiləsiz təsirindən gözün ön səthi və daha dərin toxumalar zədələnə bilir. Gözün ön səthi daha çox zədələndiyi üçün, daha uzun müddət təsirə məruz qaldığı üçün ilk gözün ön səthi zədələnir və buna uyğun olaraq da gözün ön səthinin zədələnməsi əlamətləri ortaya çıxır. Qapaq dərisinin, gözün selektiv qirşasının, buynuz qirşanın, optik mühitindən başlanğıc hissəsi buynuz qirşanın zədələnməsi əlamətlərini özünü büruzə verir. 4-6 saat sonra əlamətlər kəskinləşə bilir və bu səbəbdən əgər belə bir hadisə yaşanıbsa, görmə bir neçə saniyə dumanlanıbsa, əlavə indi həyəcan simptomları özünü aşkar edibsə insan mütləq ən yaxın məsafədə, ən qısa bir zamanda oftalmoloq müayinəsinə keçməyi tövsiyə olunur. Gözün ön səthi zədələnməsi zamanı qapaqlarda ödem, qızartı, gözdə işığa həssaslıq və blefarospazm olur. O blefarospazm o qədər güclü olur ki, pasient işığa baxa bilmir və gözləri qoruyucu məqsədi ilə çox bərk qapanır və bağlanır. Qapaqlar sərt bağlanır. Belə olan halda gözün ön səthinə qoruyucu tünd rəngli örtüklə örtüb oftalmoloji müayinəyə gətirirlər. Oftalmoloji müayinə zamanı ehtiyac varsa antibakterial dərmanlar təyin olunur. İlkin yardım olaraq qapaqlardakı spazmı götürmək üçün ağrı kəsici, lokal ağrı kəsici damlalar istifadə olunur. Gözün ön səthi yuyulur. Yara dərindirsə, yaraya uyğun olaraq antibakterial məlhəm, damlalar təyin olunur və istirahət rejimi və qaranlıq təyin olunur. Bəzən isə daha ciddi vəziyyətlərdə geniş spektrli, yəni ultrabənövşə şüaların fasiləsiz və dalğa uzunluğu, diapazonu böyük olan işıq kütləsi göz uzun müddət fasiləsiz düşdükdə bütün toxumaları keçib göz dibinə ötürülür və gözümüzdə görməmizi təmin edən mərkəzin fotoreseptorlarını zədələyir. Bu zaman makula distrofiya riski yaranır və görmə geri dönməz itilmiş ola bilər. Bu baxımdan mütləq geniş işıq kütləsi olan, uzun müddət projektorla işləyən şəxslərə gözlərinin qorunması üçün qoruyucu örtüklü eynəklər, safety eynəklər təyin olunur və bunların təlimata uyğun olaraq istifadəsi tələb olunur. Qoruyucu eynəklər təkcə qaynaq işçilərində, lazer istifadəçilərində deyil, polimerizə olunmuş eynəklər var ki, bunlar da foto
oftalmiya yaşanmasın deyə təyin olunur. Bunlar daha çox dağlıq, xizək idman növü ilə məşğul olan şəxslərə tövsiyə olunur. Çox ağ və çox işıqlı, parlaq yerlərdə çalışan şəxslərə təyin olunur ki, danışdığım hallar yaşanmasın. Diqqətinizə görə təşəkkür edirəm. Hər birinizə sağlamlıq arzu edirəm.